Nə qədər ki gec deyil, vaxtında ayılmalıyıq. Sonra insan ayılacaq. Öləndə insan ayılır. Əsl ayılma, bəzən danışılır ayələrdən, insan ibrət alır sözsüz. Amma həqiqi ayılma öləndə olur. Və onda insan istəyir ki, qayıtsın. Allah Teala Qur'anda xəbər verir ki, hətta izə cəə əhədəhumul mevtu qalə rabbirci'un. Onlardan birinə ölüm gəlib çatdığı zaman insan deyəcək ki, ey Rəbbim məni qaytarın. Ləalli a'məlu salihan fīmə tərakt. Ola bilsin, mən tərk etdiyim əməllərin müqabilində yaxşı işlər görərəm. Amma Allah Teala buyurur, kəllə xeyr. İnnəhə kəlimetun huvə qaili. Bu sadəcə onun dediyi boş bir sözdür. Və min vəraihim barzaxun ilə yevmi yub'asun. Onların önündə qiyamət gününə qədər olacaq bərzəx aləmi vardır. Yəni kifayət qədər ömür verilib, yaxud bəhanə gətirməyə yer qalmayacaqdır. İnsan deyə bilməyək, mən bilmədim. Çünki insana ömür verilib, dəlil, Quran var, Rasullar göndərilib. Peyğəmbər s.ə.v gəlib.